Salam, hər vaxtınız xeyir olsun. Biz bu günləri Sumqayıtda köhnə tikilmiş binaların birində yeni təmir olunacaq Allahın izni ilə. Sadəcə olaraq tavan aşağı olduğuna görə, yəni çox hündür olmadığına görə tavan yığılmır. Ancaq elə tavan qaldığı kimi düzlənir və lüstrlər vurulacaq Allahın köməyi ilə. Koridorumuz da kiçik olduğuna görə burada kiçik bir balaca bir yer düzəltəcək. Həm oturmaq üçün, həm də ki balaca bir dolab. Buranın qardirob kimi istifadə edəcək və bura sanuzel kimi olacaq inşallah. Çünki ikisini birləşdirmişik, biraz genişləndirəcək bir 40 sm. Və bura bizim mətbəximizdir. Mətbəximiz də çox böyük olmadığına görə düzlüyündə vəziyyətə görə hərəkət edirik. Ona görə də elə demək olar paltar yuyandı, qab yuyandı, moykadır, qazdı, hamısını yerləşdirmişik. Bir dənə o kombi sistemidir. Kombi sistemini düzgün çeviririk ki, rahatçılıq olsun. Soyuducunu da bu bir hissəyə qoyacaq. Yəni də sadə dizaynda gedəcək və onları sizə göstərəcəm Allahın köməkliyi ilə. Və bizim zalımız. Bir dənə zalımızda fərqli olaraq nə edəcək? Zaldır deyə, ona qaralı olduğuna görə padıqanın üstünə dizli yer buraxacaq ki, zaldır. Yəni seçilsin heç olmasa o birisilərindən. Bu aranı da açmışıq. Sağda da dolab yığılacaq, solda da hansı ki bəzi veşləri yerləşdirmək üçün. Və bizim TV'miz yerləşəcək, divanımız burada olacaq, masa buradadır. Vizualda onları sizə göstərəcəm inşallah. Əsas məsələ uşaq otağı. Bu ev yəsində deməli 2 dənə oğlan uşağı var. O baxımdan bir dərs masası burada olacaq, yatağıdır. Yəni eyni zamanda yatağıdır, bir dolabdır və bir dənə yazı masası burada olacaq. Sol tərəfdə isə bağlayıb aranı kəsib paltar dolabı hazırlayacaq. Qaldı valideyn yataq otağı. Valideyn yataq otağında isə yəni də normaldır, yəni belə baxanda normaldır. Baş tərəfdə termon qoyacaq, işıqlı düzgünlə. Yataq olacaq, burada tumbalar sağ-sol, dolabı. Və orada da yəni də sağda, solda yəni də paltar dolabları yığılacaq. İnşallah ki, vizualı sizlə paylaşaram. Ümid edirəm, rəylərinizi yazıb, fikirlərinizi bildirəcəksiniz. Hələlik.